Salam, hər vaxtınız xeyirli olsun. Bugünkü mövzularımızdan biri eyni köklü sözlərdir. Bəzən şagirdlərimiz eyni köklü sözləri tapmaqda çətinlik çəkirlər. Bir neçə üsul deyəcəm. Eyni köklü sözlərin asan tapılma yollarıdır. Yəni ki, eyni köklü sözləri tapmaq üçün bu qaydaları mütləq bilmək lazımdır. Yəni bu qaydaları bilmiriksə, əlbəttə ki, biz eyni köklü sözləri tapa bilməyəcəyik. Gəlin eyni köklü sözləri tapmaq üçün nələrə diqqət eləməliyik, onlara baxaq. Eyni köklü sözlər nədir? Eyni bir kökdən əmələ gələn sözlərə eyni köklü sözlər deyilir. Demək, kökləri eyni bir nitq hissəsi olmalıdır. Eyni bir kökdən əmələ gəlməlidir. O sözlərə nə deyilir? Eyni köklü sözlər deyilir. Eyni köklü sözləri tapmaq üçün hansı yollardan istifadə edilməlidir? Bir-bir sadalayıram sizin üçün. Eyni köklü sözlər, əslində eyni köklü sözləri tapmaq üçün biz isim, sifət, say, əvəzlik, feil, zərf, nitq hissələrini tanımalıyıq. Ən əsası hansı şəkilçilərlə düzəlir, hansı yollarla düzəlir. Bəzən şagirdlərimizi çaşdıran mövzulardan biri də bunlardır. Kök və şəkilçiyi ayıra bilməmək, şəkilçini tanımamaq eyni köklü sözlərdə tapa bilmirlər. Yəni ən azından morfologiya, nitq hissəsindən xəbərdar olan uşaqlar daha yaxşı tapırlar. Gəlin baxaq. Birinci yazmışam kök və şəkilçiyə ayırmaq. Eyni köklü sözlərdə bunlar feilin qrammatik məna növləridir. Ümumiyyətlə bunlar kök və şəkilçiyə ayırmadan başlayır. Biz kök və şəkilçiyə düzgün ayırmağı bacarmırıqsa, eyni köklü sözləri biz onsuz da tapa bilməyəcəyik. Birinci iş nə olmalıdır? Kök və şəkilçiyə ayırmalıyıq. İkinci, kökləri eyni nitq hissəsi olmalıdır. Yəni tapdığımız kök eyni nitq hissəsinə aid olmalıdır. Neçədən söz verilibsə, onların kökü eyni bir nitq hissəsinə aiddir. Tutaq ki, birinci söz isimdirsə, sona qədər hamısı isim olmalıdır kökləri. Sadə olmamalıdır, mütləq düzəltmə olmalıdır. Bax, ən əsas qaydalarından biri budur. Eyni köklü sözlər sadə olmamalıdır, mütləq nədənsə düzəlməlidir, mütləq düzəltmə olmalıdır. Dördüncü, kökləri homonim olmamalıdır. Yəni kökə baxacağıq, homonim olmamalıdır. İndi bu yazdığım 4 qaydanı gəlin nümunələr üzərində baxalım. Birinci işim nədir? Kök və şəkilçiyə ayırıram. Əgər bu 4 qaydanın 4'ü də uyğun gəlirsə, eyni köklü sözlər hesab eləyirik. Əgər bu qaydanın biri uyğun gəlmirsə, həmin söz eyni köklü hesab olunmur. Gəlin baxaq. Yazıram bağban. Şəkilçi, bağ sözün köküdür, çay şəkilçidir. Bağ sözün köküdür, lıq şəkilçidir. Kök və şəkilçiyə ayırdım. İkincinə baxıram. Kökləri eyni nitq hissəsi olmalıdır. Hər birində bağban, bağça, bağlıq sözündə bağ mənasında işlənir. Nitq hissəsinə görə hər biri isimdir. İki qaydamız ödəndi. Sadə olmamalıdır, mütləq düzəltmə olmalıdır. Əgər orada söz düzəldici şəkilçisi varsa, demək ki, hamısı nədir? Düzəltmədir. Üçünə baxırıq, üçü də düzəltmədir. Kökləri homonim olmamalıdır. Kökə baxırıq. Hər birində bağ eyni leksik mənanı verir. Başqa bir fərqli məna vermir. Demək ki, nədir? Eyni köklüdür. İkincinə baxırıq. Yenə də bağ sözün köküdür, çağçə şəkilçidir. Bağ sözün köküdür, lıq şəkilçidir. Burada da bağ sözün köküdür, lar qrammatik şəkilçidir. İndi gəlin baxın, kök və şəkilçi ayırdım. Kökləri eyni hissəsi olmalıdır. Baxıram, hər birində bildiyimiz bağdır. Bağ, bağ, isimdir. İki qaydamız ödədir. Sadə olmamalıdır, mütləq düzəltmə olmalıdır. Baxın, bu ikisi düzəltmədir, bağça və bağlıq düzəltmədir. Bağlar isə sadədir. Şərtdə nə deyir? Deyir, sadə olmamalıdır, mütləq düzəltmə olmalıdır. Sadə olduğuna görə bu nə sayılır? Eyni köklü deyil. Çünki sadədir. Qaydamızın biri ödəmirsə, o eyni köklü deyil. Üçüncünə baxırıq. Gülmək sözün köküdür, gülüş. Gül sözün köküdür, gülçü. Gül sözün köküdür, dandan. Bir dənə şəkilçidir. Baxırıq. Kökləri eyni hissəsi olmalıdır. Baxın, kökləri gülüş sözündə sözün kökü gülmək feilindən əmələ gəlir. Gülürsən, gülüş olur. Bu olur kökü feil. Kökü feildir. Gülçü sözündə isə gül ismindən yaranıbdır. İsimdir. Güldan sözündə də gülün qoyulduğu qaba güldan deyilir. Bu da isimdir.
Deyir ki, kökləri eyni nitq hissəsi olmalıdır. Kökləri eyni nitq hissəsi deyil. Biri feildir, biri isimdir. Eyni köklü hesab olunmur. Yəni ki, kökləri homonimdir. Kökləri homonim olanlarda eyni köklü hesab olunmur. Eyni köklü deyil. Son olaraq, demək ki, eyni köklü sözləri tapmaq üçün kök və şəkilçi ayırmaq lazımdır. Sadə olmamalıdır, mütləq düzəltmə olmalıdır. Kökləri homonim olmamalıdır. Kökləri eyni nitq hissəsinə aid olmalıdır. Bu qaydalarını bilən hər bir şəxs eyni köklü sözləri çox rahatçılıqla tapa biləcək. Çox sağ olun, təşəkkür edirəm.